Salam, hər vaxtınız xeyir. Unsuz və şəkərsiz şirniyyat resepti paylaşıram. Qabın içərisinə 2 ədəd banan əlavə edib çəngəllə əzirəm. Bananlar yetişmiş olsa daha yaxşı olar. Yaxşı əzdikdən sonra üzərinə 1 stəkan qovrulmuş küncüt əlavə edib, küncütlə də yaxşı qarışdırıram. İstəyə görə vanilin də əlavə etmək olar. Bananla küncüt bir-birinə yaxşı qarışdıqdan sonra soba qabının içərisinə yağlı kağız yerləşdirmişəm. Çay qaşığı ilə 1 qaşıq qoyub düzəldirəm. Biraz dairə formasında düzəldib ortasında çuxur yaradıram. İstənilən ölçüdə hazırlamaq olar. Böyük, balaca, orta ölçülü 1 dolu çay qaşığı bəs edir. Forma verdikdən sonra yerləşdirirəm sobaya bişsin. 170 dərəcəli sobada 15 dəqiqəyə bişir. Bişdi, sobadan çıxardım. Orta hissəsinə əritdiyim şokoladı əlavə edirəm. Şokoladın da üzərindən badamla qoz əlavə etdim. Bunlar zövqə görədir. Qoz, fındıq, fıstıq, badam, yer fındığı, püstə, hamısı zövqə görədir. Və yaxud da kim sevmirsə, boş, sadə də saxlaya bilər. Bu qədər asan və sağlıqlı şirniyyatı hazırlasanız peşman olmarsınız. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.